Baxam, istəyirəm sizdən başlayaq. Bu dəfə hücum psixoloqlardır və psixoloqları onda ittiham eləyirlər ki, psixoloqlar valideynlərə hücumdadılar, hədəf alıblar. Bəli, çox gözəl mövzuya toxunmusunuz İlham xanım. Çox təşəkkür edirəm buna görə sizə ki, bu cəmiyyətimizin maariflənməsində sizin xidmətləriniz böyükdür. Əlbəttə ki, haqlı tərəflər var, hər tərəfin öz haqlı səbəbləri var. Qatılıram. Əgər müqayisə eləsək əvvəlki dövrü və indiki dövrü, bir şey deyə biləcəm ki, əvvəlki dövrdə həddindən çox baskı var idi. İndiki dövrdə isə həddindən çox azadlıq var. Və buna görə də bu balansın olmaması nəticəsində problemlər orada da var idi ki, uşağın öz fikri yox idi, öz düşüncəsi nə qadağalar qoyulurdu, sən uşaqsan səsini çıxartma kimi. İndi isə əksinə, sən uşaqsan, mərkəzdə sənsən, hamımız sənə qul olmalıyıq da, belə dırnaqarası deyək. Bəli, buna görə də burada da balans pozulub, uşaqlar impulslarını idarə eləyə bilmirlər çox zaman. Sizin verilişinizin adını çox doğrudan da elə bugünkü mövzumuza çox uyğundur ki, indiki uşaqlara hər şey verildiyindən və uşaqlar ailədə, mərkəzdə özlərini hiss elədiyindən və çox zaman da uşaqlar valideynlərinə qarşı çıxırlar. Mən bunu görürəm. Sən valideynsən, eləməlisən. Çox əzizlənməyin fəsadları var artıq deyirsiniz. Bəli, hətta borcundur sənin, eləməlisən. Hətta valideyninin hansısa bir işdə, ola bilir ki, məsələn, xadimə olur, fəhlə olur və yaxud da ki, aşağı təbəqədən olan bir işdə valideyn və övladları bəzən də bunun da şahid olmuşam ki, valideynlərə qarşı üsyan eləyirlər. Mənim valideynim niyə bu işdədir və s. kimi, bəli. Mən buna artıq, yəni, belə deyim də, dırnaqarası qudurğanlıq sindromu da deyəcəm, bəzi yeniyetmələrdə bunu müşahidə edirəm. Bunun əksi olan yeniyetmələr də var. Təbii ki, psixologiya 2-2 deyil ki, hər kəs üçün eyni olsun qaydalar. Buna görə də biz də çalışmalıyıq ki, o balansı tutaq ki, doğrudan da valideyn uşağın 18 yaşına çatana qədər bütün hüquqları valideyndə olur və uşaqlar bunu bilməlidirlər və mən hər dəfə ilk öncə yeniyetmələrə bunu, yəni ki, bir empati yaradıram. Əgər sənin övladın belə olsaydı, eşitməsəydi, dinləməsəydi, çünki valideynin də haqlı tərəfləri var. Əlbəttə ki, psixoloq ümumiyyətlə qiymətləndirmir, psixoloq kömək eləyir. Psixoloqun heç bir ailəyə müdaxilə eləməyə ümumiyyətlə hüququ yoxdur, haqqı yoxdur. Sadəcə psixoloqa müraciət olunduğu halda o kömək əlini uzada bilər. Yəni, o qınaya bilməz, o qiymətləndirə bilməz. Uşaq valideynindir. Amma burada indi müəyyən, belə deyim də, nüanslar var ki, uşağa qarşı şiddət varsa, təzyiq varsa, uşaq həddindən çox yüklənirsə, bəzi məsələlər var ki, uşaq şiddətə məruz qalır. Doğrudan da həm fiziki, həm psixoloji, bu başqa məsələdir. Amma normal halda, məsələn, sən uşağını səhv tərbiyə eləyirsən, bu kimi, məsələn, özünü yaxşı, belə ağıllı göstərmək, savadlı göstərmək, dırnaqarası indi bəzi sözlər istifadə eləmək istəmirəm, düzgün deyil. Hər bir ailənin öz qayda qanunu var. Mən istəyərdim ki, bir qədər valideyni də dinləyək, sonra yenidən dönəcəm sizə.